Müasir dünyanın əsas problemlərindən biri hesab edilən narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal xarakter alaraq bəşəriyyətin bugünü və gələcəyi üçün böyük təhlükə yaradır. Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkotik maddələrdən ilk vaxtlar tibbdə istifadə olunmağa başlanıb. Narkomanlıq, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlikdir. Narkotik əldə etmək xatirinə insan yalana, oğurluğa, hətta adam öldürməyə də əl ata bilər. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. O, yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Təhlükəli xəstəlik sayılan gitsə yoluxma hadisəsi də narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur. Araşdırmalardan bəlli olur ki, narkotik maddələrdən istifadə edən insanlarda əvvəlcə xoş hisslər yaranır və istifadəçilər bu aldadıcı təsirin, yəni sevinc və enerjinin həmin maddələrdə olmasına inanmağa başlayır. Ailədə və işdə yaranan problemlər, psixoloji zəiflik, düzgün seçilməyən mühit onları narkotikdən istifadəyə istiqamətləndirir. Bütün bunlarla yanaşı narkotikin təsirindən həmin insanların yaxınları ilə problemlər yaranır. Onlar psixoloji sarsıntılar keçirərək ətrafında olan insanlara zərər verməyə başlayırlar. Əfsuslar olsun ki, bugün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Narkotik istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması isə qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansı psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil. Belə ailələrdə uşaqlar çox zaman laqeydlik, maddi çətinlik, psixoloji gərginlik və zorakılıqla üzləşirlər. Onlar ya qorxu içində böyüyür, ya da yanlış davranış modellərini normal qəbul etməyə başlayırlar. Bu isə gələcəkdə yeni sosial problemlərin yaranmasına zəmin yaradır. Ailədaxili zorakılıq ailə üzvünün digərinə qarşı fiziki, psixoloji və ya cinsi xarakterli hərəkətlər tətbiq etməsi, onun hüquqlarını pozması deməkdir. Ailədə uzun müddət davam edən münaqişələr və həll olunmamış problemlər bu cür halların yaranmasına səbəb ola bilər. Zorakılıq ailədə inamı və hörməti məhv edir, bəzən isə ağır cinayətlərə qədər gedib çıxır. Zorakılığa məruz qalan şəxslər çox vaxt ailənin adının zədələnəcəyindən və ya maddi çətinlikdən qorxaraq kömək istəmirlər. Bu isə zorakılığın davam etməsinə şərait yaradır. Zorakılıq həm qadınlara, həm də kişilərə qarşı ola bilər. Lakin bundan daha çox qadınlar zərər çəkir. Zorakılıq təkcə döymək deyil. Təhqir etmək, alçaltmaq, qorxutmaq və ya məcburiyyət göstərmək də zorakılıq sayılır. Psixoloji təzyiq bəzən fiziki zorakılıqdan daha ağır nəticələr yaradır. Ailədaxili zorakılığın səbəbləri arasında anlaşılmazlıq, məsuliyyətsizlik, maddi problemlər, spirtli içki və narkotik asılılığı, psixi və emosional problemlər yer alır. Problemlər vaxtında həll olunmadıqda aqressiya artır və ailə daxilində gərginlik daha da güclənir. Bu vəziyyətdən ən çox uşaqlar zərər görür. Valideynlər arasında dava və zorakılıq uşaqlarda qorxu, güvənsizlik, aqressiya və özünə qapanma yaradır. Belə mühitdə böyüyən uşaqlar gələcəkdə zorakılığa meyilli ola bilərlər. Buna görə də ailədə sağlam, anlayışlı və hörmətə əsaslanan münasibətlərin qurulması çox vacibdir. Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nigahlardır. Erkən nigah yaxud uşaq nigahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nigahlardır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilib. Erkən nikahlar fərdin psixi, mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur. Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər demək olar ki, daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və az təminatlı ailələrdə geniş yayılıb. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir. Burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailədaxili münaqişələr qız uşaqlarına təzyiqin olmağı da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır. Yeniyetməlik dövründə nikaha daxil olmaq, ailə qurmaq, uşaq sahibi olmaq uyğun dönəm hesab edilmir. Nikahdan sonra cəmiyyətdən təcrid olunma, ictimai fəaliyyətdən uzaqlaşma, özgüvən probleminin yaranması həmin uşaqları sadəcə daxil olduğu ailə çevrəsi ilə məhdudlaşdırır. Evlilik şəxsin seçim edə biləcəyi bir hadisə olduğu halda, erkən evlilik onun seçim haqqının əlindən alınmasıdır. Erkən nikahlar uşaqların uşaqlıqlarının əlindən alınmaqla onların inkişafında travmalara səbəb olur. Bu insanlara erkən yaşda ailə, ev, uşaq baxımı kimi məsuliyyətləri yükləməklə şəxsi inkişafdan yoxsul qalırlar. Dünya statistikasına əsasən, erkən yaşda evləndirilən qızlar normal hala nisbətən 2 dəfə artıq şiddətə məruz qalırlar. Adətən erkən evlilik halları ailələrin razılığı ilə baş tutduğundan evlənəcək şəxslərin bir çoxu evlənməmişdən öncə bir-birlərini görmürlər. Ailə planlaşdırılmasını dərk etmirlər və beləliklə dünyaya gətirilən uşaqların sayında və sağlamlığında problemlər meydana çıxır. Dünya üzrə depressiyaya düşənlərin statistikasında 10-17 yaş arasında evlənənlərin daha çox intihara meylliliyi müşahidə olunur. Erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övlad, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə qeyri-müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir. Hər kəs bu müqəddəsliyin qorunub saxlanılması üçün qanunun müəyyən etdiyi yaş həddinə çatmalı, bir ailənin, bir münasibətin, bir övladın məsuliyyətini dərk etməlidir. Cəmiyyət tərəfindən uşaqlar yük kimi deyil, cəmiyyətin bir üzvü, fərd kimi dəyərləndirilməlidir. Valideynlərin öz uşaqlarına qarşı məsuliyyəti çox önəmli məsələdir. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməsi qanunla qadağandır. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə valideynlik hüquqlarından məhrum etmədən, uşağın mənafeyini nəzərə almaqla valideynlərdən yaxud da onların birindən uşağın alınması barədə qətnamə qəbul edə bilər. Uşağın valideynlərlə yaxud onlardan biri ilə qalması onlardan asılı olmayan hallarda psixi pozğunluq və ya başqa xroniki xəstəliklər, ağır vəziyyət hallarında uşağın həyatı üçün təhlükə yaradarsa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlərin davranışı onlarla qalan uşaq üçün təhlükəlidirsə, valideynlik hüquqlarından məhrum etmək üçün əsas yoxdursa, valideynlik hüquqlarının məhdudlaşdırılmasına yol verilir. Valideynlər öz davranışını dəyişməzlərsə, valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qətnaməsinin çıxarılmasından 6 ay keçdikdən sonra müvafiq icra hakimiyyəti orqanı uşaqların mənafeyini nəzərə alaraq valideynlik hüquqlarından məhrum etmə iddiası qaldırmalıdır. Valideynlik hüquqları məhkəmə tərəfindən məhdudlaşdırılan valideynin uşaqlarla əlaqə saxlamasına bir şərtlə icazə verilir ki, bu əlaqə uşaqlara zərərli təsir göstərməsin. Onlar uşağın tərbiyəsi ilə şəxsən məşğul olmaq, uşaqlı valideynlər üçün dövlət müavinətləri və imtiyazlarına olan hüquqlarını itirirlər, lakin uşağın saxlanmasını təmin etmək vəzifəsindən azad edilmirlər. Əgər hər iki valideynin valideynlik hüquqları məhdudlaşdırılmışsa, uşaq qəyyumluq və himayəçilik orqanının himayəsinə verilir.
Ailədə yaşanan problemlər çox zaman uşağın həyatının digər sahələrinə, xüsusilə də məktəb mühitinə öz təsirini göstərir. Uşaq ailədə zorakılıq, laqeydlik və ya emosional diqqətsizliklə qarşılaşdıqda bu vəziyyət onun davranışında, psixoloji durumunda və sosial münasibətlərində açıq şəkildə hiss olunur. Belə uşaqlar məktəbdə ya zorakılığın qurbanına çevrilir, ya da daxilində yığılan gərginliyi aqressiya şəklində ətrafına yönəldir. Məktəb zorakılığı, yəni bullying, fiziki, psixoloji və ya sosial təzyiq formasında özünü göstərir. Psixoloji zorakılıq ən çox rast gəlinən formadır. Uşağı digərləri ilə müqayisə etmək, onun xarici görünüşü ilə bağlı rişxənd etmək, fikirlərini ciddiyə almamaq, kinayəli münasibət göstərmək də zorakılıq sayılır. Bundan əlavə, hədələmə yolu ilə pul və ya əşyaların alınması, yuxarı sinif şagirdlərinin kiçik yaşlılara təzyiq göstərməsi və fiziki zorakılıq halları uşağın təhlükəsizlik hissini sarsıdır. Zorakılığa məruz qalan uşaqlar çox vaxt baş verənləri gizlədirlər. Onlar təcavüzkardan qorxur, həmçinin müəllim və ya məktəb rəhbərliyinin reaksiyasından çəkinirlər. Bu susqunluq isə problemin daha da dərinləşməsinə səbəb olur. Zorakılığın qurbanı istənilən uşaq ola bilər, lakin daha çox fiziki məhdudiyyəti olanlar, sosial bacarıqları zəif inkişaf etmiş uşaqlar, xarici görünüşünə və ya danışıq tərzinə görə fərqlənənlər, eləcə də qapalı və ya həddindən artıq impulsiv davranış göstərənlər risk altındadır. Onların fərqliliyi aqressiv uşaqlar üçün hədəfə çevrilə bilər. Valideynlər, müəllimlər və tibb işçiləri uşağın davranışındakı dəyişikliklərə qarşı diqqətli olmalıdırlar. Uşaq narahat, qorxmuş və ya məyus görünürsə, məktəbə getmək istəmirsə, dərslərini buraxırsa, oxumağa marağı azalıbsa və ya bədənindəki xəsarətləri izah edə bilmirsə, bu siqnal ola bilər. Baxımsızlıq əlamətləri, gigiyena problemləri və inkişaf geriliyi də diqqətdən yayınmamalıdır. Unutmayaq ki, zorakılıq yalnız fiziki zərbə deyil, o uşağın özünə inamını sarsıdır, gələcək münasibətlərinə təsir edir və psixoloji travmaya səbəb olur. Sağlam cəmiyyət formalaşdırmaq üçün məktəblərdə təhlükəsiz mühit yaratmaq, uşaqlara empatiya və qarşılıqlı hörmət dəyərlərini aşılamaq hər birimizin məsuliyyətidir. Uşaqları dinləmək, onlara inanmaq və vaxtında dəstək olmaq zorakılığın qarşısını almaqda atılan ən vacib addımdır.